Bir daha axşamınız xeyir. Bugünün mövzusu iblisdir. Mən niyə iblisi oxumağa qərar aldım? Dünən test işləyərkən qarşıma iblisin orijinalından bir sual çıxmışdı. Orada İbn Yəminin rüşvət verərək polislər onu tutub aparır axı. Oradan rüşvət verərək qaçdığı və daha sonra ona xəyanət edənləri cəzalandırmaq niyyətində olduğu belə bir səhnə var idi. Düzü artıq bir neçə dəfə də iblis oxuyuram və mənə o səhnə ümumiyyətcə tanış deyildi. Qərar aldım ki, iblisi bir daha başdan oxuyum. Oxuyarkən də sizlə bərabər yadda qalan əhəmiyyətli hissələri qeyd edək. Və o İbn Yəminin harda rüşvət verdiyi hissəsini mən o hissəni diqqətlə bir daha da nəzərdən keçirim. Görünür ki, mənim artıq gözümdən qaçırmış o hissə. Demək, iblis faciədir, bilirsiniz ki, 4 pərdəlidir. Dram əsəridir. Dram əsərində bilirsiniz ki, obrazlar olur və dram əsərlərinə, ümumiyyətcə dram janrında yazılan əsərlərə müəllif müdaxiləsi olmur. Əsərdə iştirak edən obrazlar iblisdir, mələkdir, bunlar mifik obrazlardır. İxtiyar şeyx, ağsaqqal bir sövmənişin, sonra Xavər, İxtiyarın torunu, yəni nəvəsi, Arif, pərşan saslı, sadə geyimli bir gənc, Vasif, könüllü bir türk zabiti, Arifin küçük qardaşı, küçük zabit Vasifin arkadaşı, Rəna, son dərəcə gözəl bir şəfqət həmşirəsi, türkdür. İbn Yəmin 45 yaşında, qaraşın bir ərəb zabiti. Yaralı zabit, Rus ordusuna mənsub bir gənc, bu arada yaralı zabit türkdür. Zanci Çavuş, İbn Yəminin xidmətçisi və bir nəfər məiyyət əskəri, Teyf Rənanın məktub babasının xəyalı, bu da mifik obrazdır, yəni real olmayan. Elxan, zabiti, əskəri qaçaq, sonra zabitlər, əskərlər, haydutlar, rəqqaslar da ərəbdir, bu hissəyə diqqət yetirək, çingənələr, teyflər, çalğı, taqımı və s. Demək, ilk pərdə, baxaq görək ilk pərdə harada baş verir. Bağdad civarında ağaçlıq mənzərəli bir güşə, bir tərəfdə dışarısı yeşilliklərlə mühat, bir çardaq, çərsi, həsirlə döşənmiş sadə bir gülbəcik. Gülbənlik pəncərəsi sağda, solda və qarşıda birər qapısı var. Taxçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, Ekindi çağı, yəni söhbət Avqust ayına gedir. Pərdə açıldıqda Arif bir tərəfdə taxta bir karyola üzərində əlini təkə edərək uzanıb düşüncəyə dalır. Səhnə qaranlıq, ətrafda göy gürültüsü, şimşək çaxışı, trampel sədaları, top, tüfək, bomba partlayışları, qarşıda səhnənin nihayətində iki böyük göz, pəncərələr, atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə dürbün müharibə komandası ilə məşğul, gözlərindən birində iblis, digərində mələk görünür. Gürültüdən sonra sükut. Demək, biz burada nəyi gördük? Dram əsərlərində adətən səhnəni canlandırmaq üçün əlavə məlumatlardan istifadə olunur. Və biz həmin əlavə məlumatları görürük. İlk iblisdir, məmmun qəhqəhələrlə. Dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızılqan, canlar yaxar, evlər yıxar insan. Bu arada burada iblislə mələyin nitqləri verilibdir, amma yadda saxlayırıq ki, bu hər birinin fərdi monoloqudur. Yəni necə? İblis bu sözləri mələyə demir, mələk də cavab olaraq iblisə cavab vermir. Hər birinin öz ayrı düşüncəsidir, yəni danışığıdır. Qəhqəhə. Mələk, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət, yox kimsədə insaf-ı mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Demək, bəşəriyyətin iblisə uyduğunu ilk kim deyir? Mələk. Bunu yadda saxlayırıq. İblisin müstəzi və sürətli qəhqəhlərlə bərabər yenə göy gürültüsü, top, meteor sədaları başlar, sonra sükut. Burada hərbi terminlərdir, sonra iblis.
Çılğın qəhqəhələrlə toplar veriyor aləmə dəhşət, dəhşət qopuyor sanki qiyamət. Yağmur gibi göydən yağar atəş, atəş, qaralar, dalğalar atəş. Mələk, ya Rəbb, azacıq lütfi inayət, qəhr olmadı artıq bəşəriyyət. Başdan başa həp yer yüzü vəhşət, iblis ilə həmrəngi siyasət. Gözlər qapanır, səhnə aydınlaşır. Biz nə gördük? Öncə iblisin monoloqunu, daha sonra mələk, sonra yenidən iblisin monoloqu və yeni mələyin monoloqunu gördük. Yenə deyirəm, bunlar dialoq deyil, bunlar monoloqdur. Bunları iblis və mələk bir-birinə cavab olaraq demirlər. Keçirik Arifə. Uyqudan uyanır gibi alnını və gözlərini ovuşdurur, yerindən qalxar göyə doğru. Dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət. Duyduqca, düşündükcə olur qəlbimə tarı bir şübhəli illət. Duyduqca əvət pərdəli hikmətləri hər an, bin türlü həqiqət, bin türlü müəmmalı həqiqət, bana xəndan, həbsində də zülmət. Bülbüllərin əlhanı çiçəklərdəki əlvan, ya şöyle ərcram. Olmaz şübənim çıldıracaq könlümə əlan, bir mənbə-i ilham. Ey varlığı yoxluğu vardan daha dilbər, ruhum səni izlər, lütf et. Ey o gözəl çöhrəni bir an bana göstər, könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitaba, duydum yenə qəsvət. Başdan başa həp qəhr-i qəzəb, tövbə, inabə, həp zəfə əlamət. Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalət. Yox, rəhbər vicdan, sənsiz doğmaz qəlbimə, vicdanıma heyhat, bir şölə-i irfan. En gəl bana, yaxud bəni yüksəklərə qaldır, gəzdir qonağında. Yerlərdə süründüm, yetişir göylərə qaldır, dindir qucağında. Qaldır bəni, bir seyr edəyim, xoşmu, gözəlmi cənnətdə mənəklər? Qaldır bəni, ta görməyim insandakı zülmü, bax, yer üzü inlər. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət, bulmazmı nihayət? İnsanları xalq etməkdə var bəlkə də hikmət, iblisə nə hacət? Biz bayaq mələyin monoloqunda görürdük ki, deyir ki, bəşəriyyət iblisə mi uyubdu? Burada da görürük ki, Arif deyir ki, yəni insanları yaratmışdın, bəs iblisi niyə yaradırdın? Onun dələmi nəyə diqqət yetiririk? Arifin nitqində nələri önə sürdüyünə. Məsələn, deyir ki, uydum da peyğəmbərlərə, qanuna, kitabı duydum yenə qəsvət. Başdan başa, həp yer qəhr-i qəzəb, tövbə, inabə, həp zəfə əlamət, yəni yer üzünün doğru bir yöndə olmadığını, yer kürəsində dəhşətlərin baş verdiyini qeyd edir, onu göylərə qaldırmağını istəyir və cənnətdəki mələkləri görmək istəyir. Deyir ki, Tanrıya, yer üzünə bax, yer üzündə insanlar inləyirlər. Yəni, yer üzü zülmün özüdür. Məni qaldır, mən o zülmü görmüyüm. Sonra yorğun və düşüncəli bir halda iskəmləyə oturur, dərhal səhnənin işığı azalır, iblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən, alevlər içindən çıxar. Yaldızlı və əflatuni ridasının ətəklərini hərəkət etdikcə ateşrəng sima və əlbisəsi parlar durur. İblis, Arif, bana bak, sən də mi ifhamə qapıldın? Biçarə çocuk, sən də mi iblisə takıldın? Dahilər, ulu əzm nəbilər belə bəndən heç vəclə təxlisi giriban edəməzkən, daim bəni təhqir edərək əyləniyorsun, həp söyleniyorsun. Bir gün gəlir, əlbəttə şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. İblis, o böyük qüdrət, o ateşli müəmma. Bir gün səni də kəndinə eylər kölə, amma heyhat olamaz dərdinə bir kimsədən imdad, imdada qoşsa fəqət ah ilə fəryad. Demək, biz iblisin nitqindən görürük ki, bu Arifin iblisə qarşı ilk üsyanı deyil. Yəni o sonunda nə deyir? Deyir ki, insanları yaratmısan, bəs iblisə hacət nədir? Yəni biz bu iblisin də nitqindən görürük ki, Arif bunu təkrar dəfələrlə deyibdi.
və artıq iblis Arifdən qisas almaq, elə bil ki, o dediklərinin qarşılığını, cavabını vermək qərarına gəlir və əsərlərdə elə əsərində gedişatı buradan başlayır. Sonra orada nə yadınızda saxlayırsınız? Burada deyir ki, dahilər, ulu əzm nəbilər belə bəndən heç vəclə təxlisi girəban edəməzkən. Deyir, dahilər, ulu əzmlər, nəbilər belə məndən qaça bilməzkən, sən deyir, məni təhqir edirsən və bununla da əylənirsən. Sonra ridasının ətəklərini Arifin üzünə sürər, labialı qəhqəhlərlə çəkilib gedər, səhnə aydınlaşır. Arif şaşqın, sinirli bir təvirlə saçlarını qarışdırır, içəri girməkdə olan ixtiyar, həyəcanlı bir müstərib. Gəl bana. Gəl eylə mənim dərdimə çarə. Demək, Arif bunu kimə deyir? İxtiyar şeyxə, İxtiyar. Oğlum, yenə dərdin nəymiş? Söylə. Nə çarə? Arif acı təbəssümlərlə. Yar beynimi, aç qəlbimi. Eyvah, açamazsın. Qaç bəndən uzaqlaş. Xeyr, əsla qaçamazsın. Ben çılgınım, artıq bana yaklaşsa. Artıq bana yaklaşma, kənar ol. Gəl qaçma, xeyr, dərdimə lütf et də, dəva bul. Yəni deyir ki, mənim dərdimə bir dəva dərman, yəni mənim dərdimə bir dərman ilə. İxtiyar, oğlum, mədəni aləmi nifrətlə bıraktın. Gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, vəhşətləri yığ. 100.000 deyil bilsə uyan, hep bəşəriyyət etmiş bugün ev yıxmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, məni dinlə. Sən kəndini məhv eləyəcəksin bu gedişlə. Demək, biz burada ixtiyarı necə görürük? İxtiyar artıq hər şeyi qəbul eləmiş bir obrazdır. Necə? O deyir ki, bu hissədə deyir, yəni bir deyil də, bütün bəşəriyyət iblisi oyubdur. Bir sən etiraz etməklə nə əldə edə bilərsən ki? Yəni sən etiraz edib sadəcə özünü pis vəziyyətə salırsan. Sonra Arif acı qəhqəhələrlə, mümkünmü unutmaq? Dayanılmaz buna əsla. Əsla dayanılmaz şu böyük vəhşətə zira. Yalnız deyil insanlara, vəhşilərə sorsan, onlar belə insandakı vəhşiliyə heyran. Demək, kimin nitqində görürük insandakı vəhşiliyə heyran olduğunu, vəhşilərin belə, biz bunu Arifin nitqində görürük. Arif deyir ki, yalnız deyil insanlara, vəhşilərə sorsan, onlar belə insandakı vəhşiliyə heyran. Göyə doğru, sinirli və həyəcanlı. Bilməm, şu cinayət, şu xəyanət, şu fəlakət bitməzmi ilahi? Bu qədər səbrə nə hacət? Biz səbir söhbətini bir də Sabirdə görmüşdük. Sonra çılgın, ver bir buyruq, ver də cəhənnəmlər açılsın, coşsun bütün atəşləri dünyaya saçılsın, yaksın da şu zalim bəşərin yurdunu yıksın, həp yer üzü bir ah olaraq göylərə çıxsın. Bu sırada dəhşətli göy gürültüsü başlar, gürültü ilə bərabər iblisin şiddətli qəhqəhələri eşidilir, İxtiyar məyus və düşüncəli bir halda qüvvədən çıxar. Arif əli alnında olaraq gürültü və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin işığı azalar, iblis Arifin qarşısına keçiverir. İxtiyar baxır ki, artıq Arifdən keçibdir, yəni onun sözləri ona təsir eləməyəcək və məyus halda çıxıb gedir. Sonra Arif fəsini qoyaraq şaşqın fəsdə papaqdır. Bu Türk kinolarında, keçmiş kinolarda görərdiniz yəqin bir qırmızının tündü bir papaq olurdu. Həmin papağı nəzərdə tutur. Sonra Arif fəsini qoyaraq çaşqın. Kimsin, nəçisin, söylə nədir fikir məramın? Nərdən gəliyorsun, nəymiş şöhrət namın? Demək artıq Ariflə iblis başlayır. Birinci Arifin diyaloqu kimlə idi? İxtiyarla. Daha sonra Ariflə iblisin diyaloqunu görürük. İblis məğrur qəhqəhələrlə. Mən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim. Həb xaliqə təsbih idi, təhlil idi verdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi, fəqət şöhrət şanım. Allah ilə bir zikir edilir namün nişanım. Demək nə deyir? İblis Arifə deyir ki, mənə Adəm şər atlam ona qədər mələklər mənə təqdis edirdi. Arif artıq yetişir, anladım izaha nə hacət, qarşımdakı iblis imiş, eyvah nə dəhşət, həq qəhr oluyor şu cihan xain əlinlə, bilməm nəyə gəldin, bana söylə. Demək, Arif iblisə sual verir, deyir, bütün cihan sənin əlinlə məhv olur, bəs sən niyə gəldin?
Aslında gəlmə səbəbini biz yuxarıda iblisin öz nitqində görürdük ki, Arif onunla daim təhqir edirdi. Və o təhqirin cavabı olaraq iblis artıq Arifin qarşısına çıxmağa və o elədiyi təhqirləri ilə necə deyirlər, Arifdən o təhqirlərin qisasını almağa gəlmişdi. Sonra iblis, baxdım əziyor ruhunu həp qeydi əsarət, gəldim edəyim ta səni hürriyyətə dəvət. Baxdım səni məhv etmədə bin türlü xəyalət, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Demək, nə görürük? Deyir ki, mən gəlib sənin qəlbinə həqiqət nurunu vermək istəyirəm. Sən deyir, xəyal aləmində yaşayırsan və o xəyallar səni məhv eləyir. Sonra Arif keçir, uymam sana hər mələnətin bəncə yalan əyandır. Dəf ol da get azğınları, sapqınları qandır. Hürriyyətə əsla bəni sən irdirəməzsin. Bir zülmətkən nuru həqiqət verəməzsin. Deyirsən, bir zülmətsən, mənə necə həqiqət nurunu verəcəksən? Sən deyir, get azğınları, sapqınları qandır. Yəni, aldadığından sən məni aldada bilməzsən. İblis cezalı qəhqəhələrlə, lakin bu xəta atəşi zülmət sanıyorsun. Sən deyir ki, bu bir xətadır. Sən atəşi, yəni odu zülmət sanırsan. Sən Arifkən, halbuki bəlkə aldanıyorsun. Zülmət deyiləm, işte mənim hər sözüm atəş, atəş, özüm atəş, sözüm atəş, gözüm atəş. Biz nəyi görürük? İblis burada öz atəşini nura bənzədir və özünün o nurunu tərifləyir. Daha doğrusu atəşini tərifləyir ki, yəni hər yer atəşdir və hər yerdə atəşin odu ilə işıqlanır belə. Arif, mən nura fəqət talibim, atəş nəmə lazımdır? Mən nura talibim, atəş mənim nəyimə lazımdır? İblis, atəşsiz inan nur olmaz sabit qaim. Atəş, günəş atəş, bəşəriyyət bütün atəş. Hər bir hərəkət, məbdə-i xilqət bütün atəş. Zərdüştü düşün, fəlsəfəsi, fikri dəhası, həp atəşə tapdırmaqdır zümrəyi nası. Yalnız bunu dərk etdi o əlaməyi məşhur, yalnız o böyük baş, böyük kəşflə məğrur. Demək, nəyə görürük? İblisin dilindən zərdüştlük dinini və Zərdüştün adını görürük. Bilir ki, Zərdüştlük dinində nə idi? O da alığı tapınma var idi, inam var idi. Yəni, deyir ki, bir dənə yeganə Zərdüşt idi ki, o atəşi tapındı, atəşi həqiqəti olduğunu gördü. Demək, kimin adını çəkir iblis? Zərdüştün. Sonra Arif sinirli. Məhv olsa da həp bənliyim, uymam sənə dəf ol. İblis durmam, gedərim, qəhqəhə ilə çəkilir. Arif, haydi çəkil, işdə açıq yol. Fəslini bir tərəfə atıb, əsəbi hallar keçirir, səhnə aydınlaşır və xəbər gəlir. Yazıq xəbər. Mənim buna əsərdə necə yazdığım gəlir, həyəcan və təlaş ilə. Söylə Arif, aman nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Biz xəbərin nitqindən də görürük ki, Arifin gözünə xəyalət birinci dəfə görünmür. Yəni, bir neçə dəfə artıq onun gözünə görübdür. Amma biz bundan əvvəl iblisin nitqində də görürük ki, Arif deyir, səni məhv eləyəcək o xəyallarda, yəni. Sonra xəbərin nitqində görürük. Arif, sorma, heç sorma, nazənin xəbər. Məni məhv etdi, istirabı kədər onun qolları arasına alır. Sən, əvət, sən də olmasan heyat, məni bir gün boğar şu qanlı həyat. Ah, o gözlər, bilirmisən nə diyor xəbər? Nə diyor? Söylə Arif. Ruhu cəzb ediyor. Soyuluyor sanki əski xatiratı bana. Ətrafa, sanki qarşımdadır gözəl rana. Demək, sanki qarşımdadır gözəl rana fikrini xəbərin üzünə demir. Yəni, xəbərin eşitməyəcəyi bir tərzdə deyil. Xəbər, bana bax, səndə gizli bir söz var. Arif, onu heç sorma, sevgilim. Xəbər ətrafa, qəddar. Yəni, biz burada Arifin eşitməyəcəyi tərzdə xəbərin nitqini, xəbərin eşitməyəcəyi tərzdə də Arifin nitqini görürük. Bu sırada ixtiyarla İbn Yəmin, Rəna, Zənci Çavuş və bir əskər əlində ufaq bir çanta daxil olurlar. İbn Yəmin səmimi bir təvirlə əlini ixtiyarın omzuna qoyaraq, möhtərəm ixtiyar, nasıl keyfin ixtiyar? Heç gəlmim yox, var olsun İbn Yəmin. Demək, ixtiyarda İbn Yəminin var olmağını arzuluyur. İbn Yəmin alnını tərini silər, pək sıcaq, həm də yol bugün pək uzaq. Əskərə, çabuk ol, haydi, qoş da atlara bax.
Əskər çantayı bir tərəfə buraxıb çıxar. Arif diqqət və heyrətlə ətrafa. Ah, o Rəna, Nazənin afət. Demək Rəna da gəlir. Xavər. Yenə bir şey mi oldu? Arif evet Rənaya qarşılayaraq söylə. Rəna mı isminiz? Rəna. Arifin əlini sıxar. Heyrət və sevinclə. Arif. İbn Yəmin. Arifi süzər ətrafa. Bizə bir əngəl olmasın şu hərif. Demək biz burada nəyə görürük? Arif Rənanı görür. Rənanı görəndən sonra Xavərin nitqi var. Yenə bir şey mi oldu Arif deyə. Arif deyir ki, bəli və sonra Rənaya yana alır. Rəna ilə Arifin nitqi və sonra İbn Yəmin deyir ki, bizə bir əngəl olmasın şu hərif. Arif, bu gəliş əhv edərsiniz nərədən? İbn Yəmin məğrur və Labül səhni hərbdən, mücadilədən. Arif, bir fəzilət isə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Sonra İbn Yəminin nitqinə baxaq. İşte bir söz ki, büsbütün yanlış. Yaşamaq istiyor musun? Çarpış, hərbə qoş, həp vuruş, ya əzil, ya əzil. Onsuz ilmək murada pək müşkül deyir ki, yəni vuruşmadan, əzmədən insan muradına çata bilməz. Sən deyir, nəyisə qazanmaq üçün İbn Yəmin mütləq vuruşmalısan. Arif, istehzalı və əzici bir təbəssümlə. Doğru, pək doğru bir düşüncə, əvət. İşte hər əskər, işte hər millət bugün olmaqda həp bu fikrə şərik, heç çəkilməz fəqət bu sərsəmlik deyir ki, yəni sənin fikrinə, vuruşmaq fikrinə bütün deyir millətlər, bütün əskərlər şərikdir. Amma deyir bu sərsəmlikdir, yəni bu sərsəmlik çəkilməz. İxtiyar. Onun qolundan tutaraq, Arif oğlum bırax münaqişəyə gəl, işin var səninlə. Bu yetim də ancaq Arifi qorumaq istəyir, amma biz nə görürük? Sonda görürük ki, Arif onun nəvəsini öldürür. Sağ tərəfdən çıxarlar İbn Yəmin ətrafa. Ah, nə iyi. Rənaya, şu hərif filosof mu ya dəli mi? Sanki həb cəhildir bunun elmi. Biz nəyə görürük? Biz burada İbn Yəminin Arif haqqında fikirlərini görürük. Deyir, sual verir. O deyir, filosofdurmu yoxsa dəlidirmi? Rəna. Bəslənir hər könüldə bir duyğu. Nə yaparsın? Onun da məsləyi bu. Deyir, neyə? Onun da vəsvəsi budur. Hər insanın ürəyində bir duyğu var. İbn Yəmin. Bu da məslək midir? Nədir bilməm. İşte bir kəznəcər, zəki sərsəm. Yəni deyir ki, o zəkalıdır, ağıllıdır, amma həm də sərsəmdir. Arifi nəzərdə tutur. Xavər üzündən naməlum hallar. Bəncə sərsəm deyil. O pək hüşyar. Neyləsin hərbə qarşı nifrəti var. İbn Yəmin. Onu nereden tanıyorsun acaba? Rəna pək yaxın qonşumuzdur. İbn Yəmin. İşte bəla. Demək, Rəna Arifə qonşular olduğunu deyəndən sonra İbn Yəmin onu bir bəla adlandırır. Rəna əsli İstanbul əhlidir. Lakin pək küçükkən zavallı dərbədərin evi yanmış da nəsli məhv olmuş. Bir küçük qardaşı ilə qurtulmuş. Onu da ən sonunda biçarə qeyb edib belə qalmış avarə. Biz Rənanın nitqindən Arif haqqında məlumatlar alırıq. Demək, haraldı? Əsli İstanbulludur. Kiçik yaşda ailəsini, bütün nəslini itiribdir. Bir qardaşı qalıbdır. Vasif də onun qardaşıdır da, bilirsiniz Arifin. Və o Vasif Arifdən kiçikdir. Sonra deyir, onu itiribdir və ona görə də bu vəziyyətdədir. İbn Yəmin saatına baxar Rənaya. Siz məhəbbət edin də biz çıxalım. Əcəba bir nə var, nə yox, baxalım. Çavuşa bərabər bir tərəfə çəkilirlər. Rəna Karil özlərində gözünə ilişən kitabı göstərir. Bu kitablar səmin midir əcəba? Xavər, əvət. Arif keçən yıl aldı bana. Kitabların alt hərəfində bulunan rəsmli yüzünü birər-birə çevirib göstərir. Xacə Nəsəddin lətifələri, bu da Binbir gecə hekayələri. Deməyə Xavər Rənaya Arifin onun hansı kitablar aldığını göstərir. Sonra Rəna, bana lütfən bir az sərin su. Xavər, pəki, dəstəyi alıb sol qapıdan çıxar. İbn Yəmin dışarıda pəncərə önündə Çavuşa. Pək düşündün, nə var? Çavuş, bəyim, hər şey. Bir bəla işte gördüyün Arif. Çünki Rənaya pək yaxın şu hərif. Daha müthiş bəla bizim əskər. Qorqarım cümlə sirri faş eylər. Bizi görmüş də, çünki Rənanın babasını qətl edən zaman xain. Arif sağ tərəfdən dağılır, onları dinlər. Demək, bura qədər olan nitqdə, Çavuşun nitqində Arifin heç nədən xəbəri yoxdur. Yəni Arif onun nitqini eşitmir. Daxil olur və daxil ondan sonra İbn Yəminin nitqi başlayır.
İbn Yəmin kafasını oynadaraq istehzalı təbəssümlə: "Bir böyük ordu, bir yığın insan mənim uğrumda oldu, həq qurban. Keyfə sərf elədim də milyonlar, yenə dövlətcə etibarım var. Mən kiməm? Bir ərəb Nəzirəddin, bir çocukdan qorxar İbn Yəmin." Biz Müsbət Fəxrəddin əsərində də Rüstəm bəyin Fəxrəddindən deyir ki, mən deyir Rüstəm zəmanə ağzından süd iyi gələndən bir cavandan mı qorxacam? Yəni bu epizod orada da var. Elə deyərdik ki, İbn Yəmin də həmin xislətdədir. Şər xislətindədir. Elə Rüstəm bəy də şər xislətində idi. Sonra Arif Rənaya yaxlaşır, vurğunca bir təvirlə: "Nə səadət, nə xoş təsadüf, inan, səni gördükcə bitdi təb-təvam. Gecə rüyalarımda gözlərkən bu gəliş, böyle ansızın bilsən, nə qədər zevq nəşə verdi bana. Haqlıdır hər könül tapınsa sana. Burada qalsan, səninlə birləşsək, şübhə yox, sisli taleyim güləcək." Arif Rənaya təklif edir ki, orada qalsın, onunla birlikdə olsun və deyir ki, mənim bu sisli də dumanlıdır da. Deyir ki, mən bu dumanlı taleyim bəlkə güldü. Yox, bəlkə demirdi, şübhəsiz güləcək. Yəni deyir, qətiyyən deyir, sən burada qal və mən qəti olaraq xoşbəxt olacam. Rəna tərəddüd, bir xəyal işte, kim bilir qismət. Rəna ona cüzi də olsa ümid verir burada. Deyir, bu bir xəyaldır, kim bilir, bəlkə də həqiqətən oldu. Arif, bir sözüm var, qüsuru baxma fəqət. Söylə Rəna, şu qanlı zabitlər nereye? Hangi səmtə? Bir söylə Rəna. Şu yaxınlarda xəstələr varmış. Arif, sakın aldanma, pək böyük yanlış. İnanıb getmə, ah o pək xaini, burada qal, getmə, həm də sorman için. Rəna, bəlkə hep söylədiklərin gerçək, pək güc, amma vəzifədən dönmək. Deyir ki, bəlkə söylədiklərin haqlısan. Yəni Arif deyir ki, İbn Yəminə inanıb getmə, o yalan danışır, amma deyir, bunun səbəbini də soruşmayın, mən sənə deyə bilmərəm. Rəna da deyir ki, bəlkə də haqlısan da, yəni heç ətrafda yaralı yoxdur, heç nə yoxdur, amma deyir, mən vəzifə başındayam və vəzifədən dönə bilmərəm. Biz vəzifədən dönməmə kimi bir epizodu Namərd gülləsində Niftalı Koxanın düşüncələrində də görürük ki, o deyir ki, vəzifə bir boyunduruqdur. Başına keçirdilərsə, hansı səmtə istəsələr, səni çəkib apara bilirlər. Sonra işıq azalır. Ağsaqqallı, möhtəşəm simalı bir Miralayı xəyalı görünür. Rənaya şaşkın və həyəcanlı. Ah babam, bir də adlı sanlı babam. İntiqam almadan inan yaşamam. Demək, biz burada Rənanın atasının xəyalını görmüş oluruq. Miralayda hər bir rütbədir, səhv eləmirəmsə. Sonra babanın xəyalı mühib və ağır bir ahənglə intiqam çəkilir. Rəna əllərini xəyala doğru açaraq müstərib. Aman bu sual iblis xaricdən müəmmun qəhqəhlərlə intiqam. Demək, biz burada nəyi görürük? Rənanın atasının xəyalını görürük. Daha doğrusu, daha sonra bir də iblisin intiqam istəyini görürük. Arif, aman bu nə? Rəna, babamın kim bulursa qatilini, ona mən səslə elərim ələni, bəni çöllərdə gəzdirən duyğu, intiqam eşqi, həb bu, yalnız bu. Biz Rənanın bu nitqində Rənanın artıq iblisə uyduğunu konkret olaraq görə bilərik. Çünki bir insan intiqam eşqi ilə yaşayırsa, onun qəlbinin saflığından, təmizliyindən söhbət gedə bilməz. Yəni, biz nəyi görürük bu nitqdə? Biz bu nitqdə görürük ki, Rəna vəzifəni belə bəhanə eləyir. Sırf intiqam alınsın deyə. Arif, görünür sizcə bəllidir qatil. Rəna, xayır, əsla bilinmiyor o səfil. Diyor İbn Yəmin, inan bana sən, bulurum, nerede olsa qatili ben. Arif, məncə bir hilədir, dinləməyin, xəbər, dəstəyə gətirir, töküb Rənaya verir. Buyurun, pək gözəl su, həm də sərin. Biz bayaq yuxarıda görmüşdük, yaxı Rəna xəbərdən su istəmişdi və xəbər indi onun suyunu gətirir. İbn Yəmin ixtiyar və çavuşla bərabər dönər, su içməkdə olan Rənaya gedəlim. Rəna qalqar, qülbədəkilərə xeyli razıyam sizdən. Çavuş çantayı alır, İbn Yəmin gəl nəsib olsa evdə deyilərkən qalırız burada bəlkə 3-5 gün. İxtiyar, ah günlər bizim üçün ən xoş gün. Hər üçü çıxar, ixtiyar ilə xəbər də onları izlər. Xəbər Rənaya, gəlişin pək gözəl, fəqət gedişin umulur şey deyildi.
Demək, biz burada nəyə görürük? Xavərin də Rənanın gedişinə pis olduğunu. Rəna, Allah için yetişir, fazla zəhmət etməyiniz. Deyir, yəni yetərlidir, çox zəhmət çəkməyin. Xavər, nə olur, mümkün olsa getməyiniz. Arif, getmə, pək doğru getməsən Rəna. Demək, Arif bayaqda nə istəyir Rənanın onlarla bərabər qalmağını. Məsum və saralmış bir halda əskəmləyə oturur. Xavər geri dönər. Söylə Arif, nə var? Nə oldu sana Arif? Ah, o Rəna, o nazlı heykəlli Nur sanki qarşımda dayanıb, çırpınıb duruyor. Ona ben yardım etməsəm gerçək məni vicdanım hesabı məhv edəcək. Xavər, iki söz sormaq istərim sana ben. Acaba hiç sever misin onu sen Arif? Severim başka bir məhəbbətlə. Əski, pək əski hissi hörmətlə deyir. Xavərin iki sualı nədir? Deyir ki, sən onu sevirsən. Arif de deyir ki, sevirəm, köhnə, lap köhnə bir hissi hörmətlə. Xavər, yox, inanmam, xayır, pək yanlış. O nə halət, nədir o səs, o baxış? Sanki bir inqilab içində sənin çırpınıb durmaq üzrə həb bədənin deyir ki, mən buna inanmıram, yəni o deyir, mən onu çoxdanın bir hissi ilə sevirəm. Deyir, yəni sən yalan danışırsan, mən sənə inanmıram ki, sənin ruhun bu dəqiqə bir inqilabın içindədir. Arif, sən də Arif qədər düşünsəydin ki, nələr yapmaq istər İbn Yemin, büsbütün sarsılırdı vicdanın heyrətindən, həmən donardı qanın. Bu sırada Vasiflə arkadaşı küçük zabit silahsız olaraq yaralı bir Rus zabiti gətirirlər. Vasif küçük zabitə daha dur, tabı qalmamış artıq. İxtiyar onların arasından yetişib yardım edər. Yaralanmış mı? Ah, zavallı, yazıq, gətirin bir qədər rahatlasın. Arif, ya əsir olmalı, ya o qaçqın. Vasif, xəstə bir Rus əsiri, həm yaralı. İxtiyar, gəl qızım, tez sarı da bağlamalı. İxtiyar Xavər yaralının əlini və qolunu sarıb içəri odaya götürərlər. Arif, Vasiflə küçük zabitə. Ah, nə munis, nə mərhəmətlisiniz. Nerede rast gəldiniz şu zabitə siz? Vasif, pək yaxınlarda, yol kənarında baxdıq əhvalı xeyli pəcbürdə. Kiçik zabit, bir əsir işdə düşmən olsa belə yenə lazım müavinət edilə. Demək, biz kömək edilmə nitqini kimin dilindən görürük? Kiçik sabitin deyir ki, bir əsir olsa belə, yəni bir əsir düşmən əsir olsa belə, biz deyir ona yenə də gərək kömək eləyək. Arif, həb şu xislətdə olsa cinsi bəşər heç görülməzdi bunca vəhşətlər. Sol qapıdan içəri keçər küçük sabit. Vasif düşünür, həb düşünürsün. Buna halət, məzun olacaqsın. Bu təbiyyətlə nihayət deyir ki, küçük sabit deyirsən, sonunda məcnun olacaqsan Vasifə. Vasif, bulamazsam əgər İbn Yemin xaini əlbət qalır üstümdə şu çılğınca təbiyyət. Rəna, hələ Rəna, onu iğva nə deməkdir? Bir alçağa layiq mi o gülgünçeyi bakir? Deyir ki, demək, biz Vasifin də niyə çöllərə düşmə səbəbini görürük. Onun da çöllərə düşmə səbəbi nədir? Rənadır. Sonra küçük sabit. Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən. Vasif, nə rəvadır ki, şu parlaq günümüzdən feyz almayaraq biz olalım qəflətə mail, satamaz milləti şəxsiyyəti aqil. Vasif, əfsus ki, çiçdir sonu Türk ordusu varsın, istərsə bütün Hindi də Əfqanı da sarsın, istərsə bütün qarşı çıxan maniyi yıksın, Turanı basıb bağrına Altaylara çıxsın. Mümkün deyil, əsla olamaz naili amal. Etdikcə xəyanət əli bu milləti pamal deyil. Yəni, Türk ordusu nə qədər işğallar etsin, işğal yoxdur. Yəni, haranı tutsun, neynir etsin, indi də Əfqanı da sarsın onun ordusunun gücü. Amma deyir, Turanı basıb Altaylara keçin. Yəni, bütün Türk dünyasını belə deyək də tutsun. Amma deyir, onu yıxan bircə dənə amal var, o da xəyanətdir. Küçük zabit. Lakin saparaq başqası eylərsə xəyanət, seyr eyləyərək hərb başqa dursunmu şu millət? Vasif, Türk ordusu daim basaraq ölkələr almış, ən sonunda siyasətdə basılmış da bunalmış. İdraki sönük başçıların qəfləti ancaq etmiş edəcək millət həb əldə oyuncaq. Deyir, idraki sönük başçıların qəfləti, yəni yuxuda olmaları bütün deyir milləti əldə oyuncaq edibdir. Ani bir düşüncədən sonra kəskin və şiddətli Turana qılıncdan daha kəskin o qüvvət, yalnız mədəniyyət. Bu sualın üzü bu nitq imtihanda düşür. Hələ mən 2014-də məktəb bitirmişəm və səhv bilmirəmsə elə həmin illərdə də bu sualları sual kitabçalarında görmək mümkün idi.
Bu nitqi daha doğrusu. Küçük zabit geri dönməkdə olan Arifə, yaxı buradan kimdir? Biraz öncə keçənlər Arif bir atlı ərəb zabiti bir qızla bərabər. Vasif, gördünmü? Gecikdik də qaçırdıq avı əldən. Küçük zabit, insan nə qədər qaçsa da qurtulmaz əcəldən. Demək, bu küçük zabitin də çox gözəl nitqləri var. İnsan nə qədər qaçsa da əcəldən qaça bilməz. Vasif, gəl durma hənüz. Əldə biraz fürsətimiz var. Küçük zabit yarım qəhqəhə ilə, artıq sən əmin ol, bugün avucundadır onlar. Hər ikisi yüngül təmənnalarla qülbədən çıxar və sürətli addımlarla Binyamin hərəkət edən tərəfə doğru yürürlər. Arif durduğu yerdə baxa qala, şaşqınlıqla qarışıq böyük bir hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin işığı azalır. İblis istehzalı və şiddətli qəhqəhələrlə qarşısına çıxar. Arif, dəfol, yenə gəldinmi? İblis, əzizim, çocuq olma. Arif, bana bax, əzci bıraq, hissə qapılma. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət, demək deyir, çarpışmaq üçün mərdə cəsarət lazımdır. Bilməm, niçin olmuş sənə qalib əsəbiyyət? Sənə bilməm, niyə deyir, əsəb qalib olubdur da, sən deyir ki, çarpışmaq üçün niyə əsəbi yol seçirsən? Mən həbsini duymaqdayım, inkar nə lazım? Rəna, o sənin şimdi bütün ruhuna hakim. Hakim o sənin hissinə, idrasçına, əfsus. Ayrılsan, izindən olur əğyar ilə mənuz. Demək, biz nəyə görürük? Arifə ilə ilk tırkanı verir. İblis deyir ki, dur get, Rənanın arxasınca deyirsən, əgər onu izləməsən, o deyir, bir başqa əğyarla, əğyar da bilirsiniz də, iki sevənin arasında girənə deyirlər. Əğyar nə deyir? Mənus olacaq, yəni xoşbəxt olacaq. Arif, qandırmaq üçün Arifi həb nafilə israr, hər halda xainsin, inanmam, sənə zinhar. Demək, Arif İblisə deyir ki, sən deyir xainsən, mən sənə əsla inanmaram. İblis, lakin şu inadınla pərişan olacaqsın. Bir gün gələcəkdir ki, peşiman olacaqsın. Əfsus, nədamət sana verməz səmər əsla. Əlində bir tabanca ilə bir kisə altın tutaraq, al bunları, bas bağana. Arif, iyi saxla. Bunlar etsə nihayət səni məsud. Al işte bu ateş, bu da ən sevgili məbud. Demək, İblis Arifə iki təklif edir, iki alət təklif edir, belə deyək. Bunun biri qızıldır, biri də tabancadır. İkisədəki altınları səsləndirir, oynadaraq Arifə verir. Bax, səslənir, işte səda-i pəri Cibril. Bunsuz olamaz kimsə inan, məqsədə nail. Deyir, yəni insan qızılsız heç bir məqsədə çata bilməz. Arif İblisin vermiş olduğu tabanca və altınları yerə atar, son dərəcə qızğın və usanmış bir halda dəfol yetişir. Eyləmə əsla bəni təltif, möhtaç deyil altına ya qurşuna Arif. İblis, təkrar edərim zəfi, bırak aldanıyorsun, həp aldanıyorsun, bana bax, aldanıyorsun. Qəhqəhələrlə çəkilir Arif tərəddüd və düşüncədən sonra. Heyhat, o mələk qəhr edilirkən, layiq mi durub seyr edəyim mən? Kəskin bir əzimlə, yox, getməliyəm, həm də bu saat, məndən ona hörmət və məhəbbət. Artıq İblis Arifin qanına giribdir. Burada qızılı və tabancanı rədd edir, amma biz digər pərdədə görəsirik ki, Arif gəlib həmin o qızılı və tabancanı götürəcək. İblis gəlir istehzalı qəhqəhlərlə. Get, lakin o hörmət, o məhəbbət və məhəbbət bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət, sizlərdəki ülfət, ülfət sonu vəhşət, sizlərdəki şəfqət, sonu nifrət, sizlərdəki rəhmət, sonu nələt, sürəkli qəhqəhlər və birinci pərdənin sonu. Fikir verirsinizsə, birinci pərdə Arif İblisin monoloquna başlayır, İblisin monoloqu ilə də bitir. Bu birinci hissənin izahı, inşallah növbəti hissələrə baxarıq.